deyirlər ki, Allah mütləq xeyirdirsə, onun bu şərə nə ehtiyacı vardı? Onu ləğv eləyə bilməzdimi? Bəli, hətta bəziləri deyir ki, Allah Taala iblisi niyə yaradırdı? Bizi saldı, bizi işə deyir. Bəli. Zərərli şeyləri görmədən xeyrin, həqiqi xeyrin nə olduğunu başa düşə bilmərik. Bizim uşaqlığımızda qəhrəmanlar ancaq müsbət insanlar olurdu, xeyirli insan idi, başqalarına kömək eləyən idi. İndi yavaş-yavaş baş qəhrəman quldur olur və səni məcbur eləyirlər ki, ona azarkeşlik eləyəsən, film boyu simpatiyalar buna. Yəni, ümumiyyətlə, xeyir və şər mövzusu tam deyəsən tərsinə çevrildi bəşər mədəniyyətində. Bu, eyni zamanda Allahın yoluna çağıran və yaxud da Allahın əmrlərini cəmiyyətdə yaymağa çalışan insanların fəaliyyətinin zəifliyinin də nəticəsidir. Şeytanın başqa bir xüsusiyyəti, daha maraqlı bir xüsusiyyəti gözəl göstərməyə çalışır. Günah olan şeyləri, haram olan şeyləri gözəl göstərməyə çalışır. Və ayətdə də ifadə olunur. Şeytan Allah Taala'ya deyir ki, mən insanlara haram olan şeyləri gözəl göstərəcəm. Və biz doğrudan da baxdığımız zaman haram şeylər insana səkizi gəlir, cəlbedici gəlir. Müasir adam fikirləşir ki, mən hər hansı bir karyeranın zirvəsinə çatmasam, demək ki, mənim həyatım uğursuzdur. Mənim qardaşımın, bacımın ya bir başqasının uğuru mənim uğurum deyil, mənim uğurum olmalıdır. Sizə elə gəlmir ki, bu da bir şeytanın məntiqidir ki, düşmüşük bu yola, hamı bizə düşmən görünür, hamı bizə rəqib görünür bu yolda. Hamını aradan qaldırmaq istəyirik şeytan kimi ki, o pozisiyaya o keçsə, mən keçə bilməyəcəm. Ona görə mən əslində onun uğruna sevinə də bilmərəm və bu parçalayır bizi, bu ayırır bizi. O şeytandakı ən üstün mənəm düşüncəsi insana gəldiyi zaman, insan da eyni şəkildə o şeytanın yollarını, şeytan addımlarını təqib edir. Xoş gördük sizi, əziz Amin izləyiciləri. Yenə görüşünüzə gəlmişik. Qonağımı sizə təqdim edeyim. İlk öncə bizim verilişin daimi eksperti Elnur Əzimli, sosiologiya üzrə fəlsəfə doktoru, İlahiyyat İnstitutunun müəllimi və Qala Kənd Məscidinin imamı. Düz dedim? Bəli. Xoş gəlmisiniz. Çox sağ olun, Müşfiq müəllim. Təşəkkür edirəm dəvətinizə görə. Verilişdən qabaq sizinlə danışmışdım əslində mövzunu. Dedim ki, sizlə iblis və şər haqqında danışmaq istəyirəm. İslam fəlsəfəsində də bu önəmli bir yeri tutur, dində də bu önəmli bir yeri tutan anlayışdır. Düşünürəm ki, maraqlı olar izləyicilərimiz üçün bu məsələnin mahiyyətinə girmək. İlk öncə sizdən almaq istəyərdim, şər nədir? Belə baxışdan baxanda sadədir də şəri təqdim eləmək, amma o qədər də sadə deyil. Elə əməl var ki, istəyərlər adamlar onu məsəl üçün şər kimi təqdim eləsinlər. Məsələn, adamı vurmaq şər kimi təqdim oluna bilər, amma uşaq doğulanda mamaça uşağı vurur ki, onun ciyərləri açılsın. Demək ki, vurmaq o qədər də şər əməl deyilmiş. Bəs nədir şər? Şəri necə açarsınız? Müşfiq müəllim, şər geniş bir mövzudur. Əslində, xeyrin ziddi olan hər bir hərəkətə şər deyə bilərik. Xeyir nədir? Xeyir Allahın əmr etdiyi, doğru, düzgün, bizə əmr olunan şeylər hamısı xeyirdir. Eyni zamanda insanlarla xoş keçinmək, insanlara kömək etmək, yardım etmək, bunların hamısı xeyir əməllərdir. Bunların əksi isə şər deyə bilərik. Yəni, cəmiyyətdə fitnə fəsad çıxarmaq, insanları Allaha qarşı üsyan etmək, sövq etmək və yaxud da Allahın əmrlərinə qarşı çıxmaq, bunların hamısında şər deyə ifadə edə bilərik. Demək, şəri xeyir vasitəsilə açmaq istəyirsiniz. Xeyir nədir bəs onda? Onu da mı şərlər açacaq? Xeyir, belə deyə bilərik, Allah Taala'nın biz bəndələrinə, biz qullarına əmr etdiyi və doğru düzgün olan həm ağlın, həm də dinin doğru bildiyi şeylər xeyirdir. Yəni, insanlara faydası olan, cəmiyyətə faydası olan, eyni zamanda insanın axirəti üçün faydalı olan hər bir əməl xeyirdir. Demək ki, insanı Allaha yaxınlaşdıran bir əməl xeyirdir. Demək, o zaman da uzaqlaşdıran. Bəli, insanı Allah yolundan uzaqlaşdıran, eyni zamanda cəmiyyətə zərər verən, insanın axirət həyatını məhv edən hər bir davranış da şərdir, deyə bilərik. İndi bax, bu şərin İslamda iblis obrazı ilə bağlılığı var. Bu necə bir bağlantıdır? Elə buradan çıxış eləyərək ki, bu insanın Allaha doğru gedən yolunu əngəlləməkdə özünə vəzifə tapan bu iblis kimdir, hardan gəlir? Yeri gəlmişkən istəyərəm ona da cavab verəsiniz ki, bu iblis, şeytan adları arasında da bir fərq var mı? Bir cin də deyirlər,
bir aydınlıq gətirəsiniz. Bunu daha yaxşı başa düşmək üçün gəlin hekayənin ən əvvəlindən başlayaq. Aha, ən yaxşısıdır. Belə deyə bilərik, Allah Taala Adəm əleyhissalamı, yəni bütün insanlığın babası olan Adəm əleyhissalamı, ilk insanı yaratmazdan əvvəl digər məxluqları da yaratmışdı. Bunlar mələklər deyirik buna. Onlar hamısı cənnətdə idi. Və Allah Taala Adəmi yaratdı, bir insanı yaratdı. Quran-Kərimdə müxtəlif surələrdə bu haqqda məlumatlar var. Adəmi yaradarkən onu mələklərə təqdim etdi. Və onlara Adəmə səcdə edin dedi. Yəni ona təzim edin, ona hörmət edin mənasında Adəmə səcdə edin dedi. Məsələn, bu barədə eyni proses fərqli-fərqli ayətlərdə daha təfərrüatı ilə izah olunur. Məsələn, ayətlərindən birində buyurur ki, Estaizu billah və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu illə iblis. Mələklər hamısı biz deyir Adəmə səcdə edin dediyimiz zaman mələklər hamısı səcdə etdi, iblisdən başqa. Əbə və istəkbərə və kənə minəl kəfirin. O qürurlandı, təkəbbür göstərdi və kafirlərdən oldu. Buradan başa düşürük ki, iblis Adəmdən əvvəl yaradılmışdı və onun da iradəsi var idi və Allah Taala cənnətdəki bütün məxluqlara, mələklərə Adəmə səcdə edin dedi. Çünki o ayətlərdən daha əvvəldə Allah Taala buyurur ki, mən yer üzərində bir xəlifə yaradacağam. Və bu mələklər də Allahın əmrinə uyaraq, Allahın əmrinə boyun əyərək Adəmə səcdə edirlər. Ancaq iblis səcdə etmək istəmir. Və daha sonraki başqa ayətlərdə Allah Taala buyurur ki, ey iblis, səni səcdə etməyə mane olan nə oldu? Niyə səcdə etmədin? Mən əmr etdiyim zaman niyə qarşı çıxdın? Bu zaman yenidən həmin üsyanında israr edir iblis. Buyurur ki, mən ondan daha xeyirliyəm. Ayətdə belə keçir. Estağfirullah, ənə xayrun minhu. Mən ondan daha xeyirliyəm. Mən ondan daha əzəmətliyəm, ucayam. Xalaqtəni min nar və xalaqtahu min tin. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın. Yəni öz belə deyə bilək mənbəyinə referans verərək, mənbəyini göstərərək, mən oddanam, od daha yüksəkdir. Sən onu isə palçıqdan yaratdın. Mən ondan daha yüksək olduğum üçün, mən ondan daha xeyirli olduğum üçün ona baş əyməməliyəm. Amma Allahın əmrinə qarşı çıxdığını bilir. Və daha sonra Allah Taala ayətlərdə, yəni Quran-Kərim ayətlərində, müxtəlif surələrdə bu haqqda məlumatlar var və Allah Taala ona buyurur ki, burada mənim məqamımda sənə təkəbbürlülük göstərmək yaraşmaz. Elə isə səni buradan qovuruq, yəni qovulursan və şeytan daha sonra Allah Taalaya deyir ki, sən ki insanı məndən üstün tutdun, and içirəm ki, sənin izzətinə and içirəm ki, onların hamısını yoldan çıxaracam. Mənə deyir möhlət ver. Qiyamət gününə qədər möhlət ver. Çox pis toxunub ona. Bəli. Və bu əslində ən başdakı xüsusiyyəti qısqanclıq etdi. Yəni insana Allah Taala dəyər verdi. Çünki insanı yüksək bir varlıq olaraq, məxluq olaraq yaratdı. İnsana böyük dəyər verdi. Bu şeytanı iblisə daha doğrusu pis təsir etdi. Qısqanclıq. Və daha sonra bəli, qısqanclıq, paxıllıq, daha sonra qürurlandı, təkəbbürlülük göstərdi. Və daha sonra təkəbbüründə də israr etdi. Allahın əmrinə üsyan etdi və davam etdi. Və meydan oxumağa başladı ki, mənə icazə versən, onların hamısını yoldan çıxaracam. Allah Taala da bu meydan oxumağa qarşı, şeytan bu meydan oxumasına qarşı deyir ki, qiyamətə qədər sənə möhlət verilir. Sən və sənə uyanlar üçün cəhənnəm vardır. Sondakı o sizin qarşılaşacağınız şey cəhənnəmdir. Burada yəni iblis və şeytan haqqında da ifadə etdiniz ki, bunların fərqi varmı? İblis şərin müşəxxəs formasıdır. Müşəxxəs nədir? Yəni şəxsləşmiş. Aha. Yəni belə deyə bilərik, ilk iblis özü cinlərdəndir. Müxtəlif yəni ayətlərdə bunu görürük ki, iblis cin tayfasına aid olan bir məxluqdur. Cinlərdəndir. Ancaq cinlərin hamısı onun kimi üsyankar deyil. Cinlər içərisində iman edənlər var, əməl salihləri var, Allahın əmrlərinə doğru şəkildə riayət edənlər var. Eyni zamanda cinlər içərisindəki bir qrup iblis, yəni ən başçıları iblis olaraq Allahın əmrlərinə üsyan edərlər və digər insanları da və digər cinləri də Allahın əmrlərindən uzaqlaşdırmağa çalışırlar. Demək ki, iblis cinlər içərisindən çıxmış bir cindir. Ancaq yanlış yol tutduğu üçün, Allaha qarşı gəldiyi üçün o Allahın belə deyək, rəhmətindən uzaq düşüb. Allah Taala ona möhlət verib. Və eyni zamanda Allaha üsyan etdikdən sonra onu bir xüsusiyyət olaraq şeytan adlandırırlar. Şeytan əslində şər deməkdir. Yəni insanları doğru yoldan çevirən məxluqa şeytan deyirlər. Əslində şeytan bir xüsusiyyətdir. İblisin yolunu təqib edən, ona tabe olan hər cin və insan şeytan kateqoriyasına daxildir.
Yəni şeytan kateqoriyası, iblis bir Allahın əmrinə qarşı çıxmış bir cindir. Ona tabe olan, özü də daxil olmaqla hamısına ümumilikdə insanlar və cinlər arasından olur şeytanlar. Bunların hamısına da şeytan kateqoriyası deyə bilərik. Bunların hamısı bir xüsusiyyət olaraq şeytandır. Və şeytan, Allah Teala Quran-ı Kərimdə dəfələrlə ifadə edir. Şeytan sizin düşməninizdir, iblis sizin düşməninizdir, açıq-aşkar sizin düşməninizdir. Hətta Adəm Aleyhisselam yaradıldıqdan sonra cənnətdə idi və həyat yoldaşı Həvva da cənnətdə yaşayırdılar. Allah Teala buyurur ki, iblis sizin düşməninizdir, ona uymayın. Və daha sonra iblis gələrək onlara yalan vədlər verərək aldatmağa çalışır və Quran-ı Kərimdə Bəqərə surəsində, eyni zamanda Ərəf surəsində ayətlərdə ifadə olunur ki, iblis onlara deyir ki, Allah Teala sizə bir ağacın meyvəsini yeməyi qadağan edib, ancaq siz onu yesəniz burada əbədi qalacaqsınız. Allah Teala istəmir siz burada əbədi qalasınız, ona görə bunu qadağan edib. Və gəlir onların fikrini qarışdırmağa, vəsvəsə verməyə, çaşdırmağa çalışır və həqiqətən də çaşdırır orada. Əslində bir maraqlı bir şeydir. Yəni siz cin görmüsünüz? Cin görünən bir varlıq deyil mənim, amma hiss etmək olar. Hiss etmək olar, məntiqi hiss eləmək olur da. İndi çox qəribədir. Bu iblis Allaha inanır. Amma onun etibarı tam deyil. Eyni zamanda Adəmin də Həvvanın da Allaha inamının tam olmamasından yararlanır. Çünki Allah deyir ki, o yaşayın bu cənnətdə, amma bircə bu ağaca dəyməyəcəksiniz. O qalır fikirləşə, görən o ağacda dəymiş ki, yəni bir aralıq var da, bir bilməzdiyində bir vəsvəsə üçün imkan var, şeytan da oradan gəlir, daxil olur. Qəribə bir inamdır. Bir tərəfdən inanır, bir tərəfdən də o boşluqda da xeyli bir ayrılıq yaşamağa imkan verir özünə. Bunu belə də deyə bilərik müəllim. Bəlkə də inanmamazlıqdan deyil də Adəm Aleyhisselam belə bir düşmənin olacağını, yəni bunun necə bir hilə ilə yaxınlaşacağını tam olaraq bilmir. Təcrübəsizlik deyə bilərik bəlkə də. Çünki şeytan gəlib onlara həmin ağacın onları əbədi cənnətdə saxlayacağını deyir və eyni zamanda Allaha and içir. Bu ayətdə ifadə olunur ki, and içir ki, bu həqiqətən də mən sizin xeyrinizi istəyirəm. Və onlar da inanırlar. Və burada yəni şeytan insanlara qarşı hər zaman hilə işlətdiyini görürük. Və Adəm Aleyhisselamdan sonra da Adəmin nəslinə qarşı iblis və onun ordusu, şeytan, bütün şeytan qrupu insanları daim vəsvəsə verərək Allahın yolundan çevirməyə, onları yanlış işlər görməyə sövq edirlər. Yəni başqalarını yoldan çıxarmaqla şeytan və ya iblis hər hansı bir fayda əldə etmir. Sadəcə mən zərərə düşmüşəm, qoy başqaları da zərərə düşsün. Belə bir həsədlə. Yəni tək məndə elə. Bəli. Yəni bir də özünü sübut etməyə çalışır ki, Allah Taalaya sənin məndən üstün gördüyün bu varlıq əslində mənim istəklərimə tabe olur. Mən onu yoldan çıxara bilirəm. Mən ondan daha güclüyəm şəklində bir içərisində bir hiss də var sanki. Onun daim Allaha hirsi var. Əlbəttə ki. Hətta Allah onu deyir ki, Allaha qarşı ayətdə ifadə olunur ki, Allah Taala deyir ki, sən məni yoldan çıxartdın və ona görə də mən sənin bu qullarını yoldan çıxaracağam. Onlara sənin doğru yolundan çaşdıracağım. Bu şəkildə. Bu yaxınlarda belə fikirləşdim ki, əslində bizim başqa insanlara olan münasibətimiz qəribə bir şəkildə həmişə Allahın üzərinə də köçürülür. Əgər bir paxıllıq duyğusu varsa, ya bir qısqanclıq duyğusu varsa, o dolayısıyla mütləq Allah məqamına da olan paxıllıq və qısqanclıqdır. Ona görə din həmişə ibadətdə Allah qarşısında başını yerə qoyur. Bu bir sıfırlama simvoludur həm də ki, yəni Allaha mənim paxıllığım yoxdur. Onun məqamı ilə mənim problemim yoxdur da. Amma iblisin belə görünür ki, Allahın məqamı ilə problemi var. Çünki deyir ki, sən məni yıxdın. Sən məni itələdin, yıxdın bu quyuya. Halbuki özü düşdü. Özü, öz xüsusiyyətlərinə görə bu yolu seçdi. İstəyərək seçdi yəni. Bir də belə bir teodiseya problemi var da fəlsəfədə ki, Allahın ədalətinin doğrudulması ki, bütün dinlərdə, məsələn, Zərdüştlükdə Əhrimən obrazı var idi, sonra Misir dinində Set var idi, sonra Sami dinlərində bu iblisdir, şeytandır, burada Buddizmdə Maradır. Əgər deyirlər ki, Allah mütləq xeyirdirsə, onun bu şərə nə ehtiyacı vardı? Onu ləğv eləyə bilməzdimi? Belə bir sadəlövh fikir də vardır hər halda.
Bəli, hətta bəziləri deyir ki, Allah Taala iblisi niyə yaradırdı? Nice. Hə, bizi saldı, bizi işə deyir. Bəli. Ancaq burada biz başa düşməliyik ki, dünya həyatı bizə verilmiş bir fürsətdir və imtahan vəsiləsidir. Biz buradakı seçimlərimizə görə, etdiyimiz hərəkətlərə görə axirət həyatımızı qazanacağıq. Əgər biz iblisin və yaxud da şeytanın hilələrini aldanmasaq, Allaha qarşı səmimi olsaq, Allahın əmrlərini doğru şəkildə yerinə yetirməyə çalışsaq və qarşılaşdığımız şeylərə də ola bilər ki, hər hansı bir mənfi şeylərlə qarşılaşırıq. Buna da imtahan bilib səbr etsək, o zaman axirət həyatını bu şəkildə qazana bilərik. Yəni biz zərərli şeyləri görmədən həqiqi xeyrin nə olduğunu başa düşə bilmərik. Ona görə bəzən gündüzün işığını başa düşmək üçün gecənin qaranlığını görmək lazım olduğu kimi, yəni cənnətdəki nemətlərin həqiqi dəyərini, qiymətini bilmək üçün bu dünyada bu şəkildə imtahanlar, tələlər, fitnələr olmalıdır. Və yaxud da iblisin, məsələn, insanlar üçün başqa bir, belə deyə bilərik, psixolojik faydası. İnsan bəzən çox yanlışlar edir. Ancaq həmin yanlışda ilişib qalır ki, mən bunu necə etdim, necə oldu ki, mən bu xətaya düşdüm. Bu şeylərdə insan keçmiş xətalarında deyə bilər ki, bunu iblis mənə etdirdi. Amma mən onun üstünə atmaq da var. Lənət şeytana deyil. Bəli, əslində bu da gözəl bir şeydir. İnsanı psixolojik olaraq sıxıntılardan çıxarmaq üçün. Yəni mən əslində belə deyiləm. Mən Allahın əmrlərinə bu qədər üsyankar deyiləm. Əgər iblis məni yoldan azdırmasaydı. Və bunun örnəklərini Quran-Kərimdə görürük. Həqiqətən də Yusuf əleyhissalama qarşı qardaşları hiylə qurduqda, ona qarşı quyuya saldıqda, daha sonra Yusuf əleyhissalam onları bağışlayarkən deyir ki, siz şeytana uymuşdunuz. Bunu edən şeytan idi. Çünki şeytanın işlərindən biri, taktikalarından biri, hilələrindən biri davamlı, yəni mütəmadi olaraq insanların qəlbinə vəsvəsə verməsidir. Bu arada deyim ki, siz də sosioloq kimi bunu bilməmiş deyilsiniz. Freydin nəzəriyyəsi də baya bir şeytanlıq təlqini oldu ki, o deyir ki, sən elə busan ey insan, sənin ağlına pis-pis fikirlər gəlirsə, sən ağlıma gələn yaxşı fikirlər sublimasiyadır əslində. Sənin elə təbiətin budur, sən elə pissən, libidodan ibarətsən. Bəli, o da əslində çox şeytani bir düşüncədir. Şeytani bir düşüncədir və Freydi yəni psixologiya sahəsində xüsusən müqəddəs bir varlıq kimi çox yüksəklərə qaldırıblar. 20-ci əsrdə ümumiyyətlə. Ancaq ortaya qoyduğu nəzəriyyənin heç bir empirik əsası yoxdur. Sadəcə onun bir müqəddəs, nə bilim, ruhani, necə bir doqmatik olaraq hər hansı bir ruhaninin dediklərini avam insanlar bütləşdirirlər, qəbul edirlər. Bu elm camiası da xüsusən Avropada müəyyən bir dövr ərzində Freydin dediyi psixoanaliz haqqındakı dediyi fikirləri o şəkildə bütləşdiriblər. Əslində onun dedikləri o qədər dəyərli bir şeylər deyil. Heç bir də elmi, empirik əsasları, dəlilləri yoxdur. Yəni onu əgər elmi əsaslarla izah etməyə çalışsaq, heç bir əsası yoxdur. 20-ci əsrdə Nietzscheyə də çox böyük pərəstiş oldu. O da tamamən anti-əxlaqi bir ideal təqdim edirdi də bəşəriyyətə. Eyni zamanda sonra Freyd də populyarlaşdı. Hesab eləmirsinizmi ki, bu maarifçilikdən sonra qərb sivilizasiyasında dindən aralanmanın təsiridir, bir bu iblisanə məntiqi də yoxlamaq, bunun davamı ola bilərmi? Ola bilər mən. Yəni, çünki iblisin insanlara qarşı istifadə etdiyi taktikalardan biri onları davamlı şübhələrə salmaq və bu şübhələr içərisində suallar vermək. Həzrət Peyğəmbər bir hədisində buyurur ki, insan Allah haqqında bilmədiyi şeylər danışmağa başlayar. Hətta gələr ki, ən sonunda deyər ki, Allahı kim yaratdı? Bu səviyyəyə çatanda deyir, Allaha sığının. O fikirlərdən dərhal əl çəkin. Həqiqətən də maarifçilik hərəkatı dövründə, deizm, ateizmin ən çox inkişaf etdiyi dövrlərdə insanlar əslində bir çox fəlsəfəçinin, filosofun işlərinə baxır, dırnaq sayəsində xidmətlərinə baxdığımız zaman insanları dini düşüncələrdən uzaqlaşdırmağı qarşılarına hədəf qoyduqlarını görürük. Yəni, insanları din dili ilə desək, Allahın yolundan uzaqlaşdırmaq üçün öz rasional məntiqlərini, fəlsəfi fikirlərini sistemli şəkildə insanların beynində yeridirdilər. Və ondan sonra, məsələn, bayaq da ifadə etdik ki, şeytan sadəcə cinlərdən ibarət deyil, insanlardan da ibarət ola bilər. İnsanlar da Allahın yolundan, bəli, Allahın yolundan insanları uzaqlaşdırmağa çalışan hər bir varlıq şeytandır. Və özünü buna həsrləmiş insanlar var. Bundan heç bir xeyir əldə etməsə belə, günümüzdə də var. Məsələn, insanlar sosial media üzərindən, fərqli yerlərdən başlayırlar. Nə edə bilərik, hansı yollardan istifadə edək ki, Allahı
dini və yaxud da Gözdən dindarları salaq. gözdən salaq tənqid edək. İşləri, özlərini buna həsr etmiş insanlar var. Və yaxud da dünyada fitnə, fəsad çıxarmağa, nəsilləri pozmağa, əxlaqsızlığı yaymağa çalışan qruplar var. Bunlar da hamısı şeytanın köməkçiləri, dəstəsi deyə bilərik. Sözünüzə qüvvət. İndi bir satanizm da var, bilmirəm nətər onu ifadə eləyirlər. Amma mədəniyyətə də, kütləvi mədəniyyətə də bunun sirayəti çox güclüdür. Bu Avropada mahnı yarışmaları olur. Baxıram, ən çox baxılan, indi adlarını çəkmək istəmirəm, ən çox baxılan videoların kliplərində əməlli başlı satanizm simvolları var. İçkilər satırlar, məsələn, energetik. Brendin adını çəkmək, adına iblis qoyurlar, şeytan, cəhənnəm qoyurlar, nə bilim bir iblis obrazları çəkirlər. Yəni bu qədər insanlar xeyir və şər mövzusuna həssaslıqlarını itirdilər ki, bu obrazların onların günlük həyatına daxil olmasını əngəlləməyi də istəmirlər. Əslində bunu mən belə görürəm müəllim. Artıq şər sistemləşib və təşkilatlanıb. İnsanlara qarşı həmin şər qüvvələr sistemli şəkildə fəaliyyət həyata keçirirlər, fəaliyyət göstərirlər. Məsələn, baxırsan insanları, gəncləri xüsusən narkomaniyaya aldı etmək, gəncləri əxlaqsız tərəflərə çəkmək üçün min hoqqadan çıxırlar. Burada bunu etməklə, yəni etdikləri hər hansı bir fayda mı var? Baxdığın zaman sadəcə insanları zərərə uğratmaqdan başqa bir faydaları yox. Güya azadlıq verirlər. Güya azadlıq verirlər. O da bir, təbii ki, illüziyadan başqa bir şey deyil. Mənadan o qədər azad olmaq olmaz axı sonra. Kinoda da bu var. Məsəl üçün İblisin advokatı kimi, vəkili kimi filmlər çəkirlər. Ondan sonra bizim uşaqlığımızda qəhrəmanlar ancaq müsbət insanlar olurdu, xeyirli insan idi, başqalarına kömək eləyən idi. İndi yavaş-yavaş baş qəhrəman quldur olur və səni məcbur eləyirlər ki, ona azarkeşliyi eləyəsən, film boyu simpatiyalar buna yönəldir. Ümumiyyətlə, xeyir və şər mövzusu tam deyəsən tərsinə çevrildi bəşər mədəniyyətində. Bu da belə bilirəm ki, böyük bir problemdir. Bu eyni zamanda Allahın yoluna çağıran və yaxud da Allahın əmrlərini cəmiyyətdə yaymağa çalışan insanların fəaliyyətinin zəifliyinin də nəticəsidir. Biz sistemli şəkildə fəaliyyət göstərmədiyimiz zaman, öz içərimizdə fitnə, fəsad, ayrılığa düşdüyümüz zaman və yaxud da fitnələrlə məşğul olduğumuz zaman şər daha sistemli şəkildə fəaliyyət göstərir. İnsanları Allahın yolundan çevirməkdə hər cür vasitədən istifadə edirlər. Bəlkə daha istedadlı metodlardan istifadə edirlər onlar. O da ola bilər. Biz istedadsızları veririk qabağa. O da ola bilər. Bəlkə də başqa bir problem əslində din sahəsinə yönələnlərin çoxu da günümüzün reallığıdır. İntellekti o qədər yüksək olmayan adamlardır. Onlar da baxdığımız zaman daha sistemli, təşkilatlı bir fəaliyyət göstərə bilmirlər. Cazibəli olmurlar. Cazibəli olmurlar. Sadəcə dünyanın öz kiçik qrupundan ibarət olduğunu düşünərək həmin öz kiçik dünyasında xoşbəxt olmağa çalışır. Böyük yəni insanları Allahın yoluna hikmətlə, gözəl öyüd nəsihətlə çağırmaq bir yana qalır, öz qrupunun arzu istəkləri ilə onların, belə deyə bilək, nəfslərinə xoş gələn hərəkətlər etməyə başlayırlar. Sözlər deyirlər. İkinci bir tərəfdən özlərindən biraz fərqli olan, yenə Allahın yoluna çağıranları başlayıb tənqid edirlər, onlarla düşmən olurlar, öz aralarında fitnə fəsad çıxarırlar. Çox maraqlı bir mövzuya toxundunuz. Gerçəkdən təriqətlər, yollar, dinlər bir-birində şər görməyə başlayırlar. Bu daha böyük bir bəladır. Tamam, filan şeylər sizdən fərqli ola bilər, amma müdrik insanlar bütün təriqətlərdən, bütün dinlərdən çıxa bilir. Bu qədər yoldan azmaq mı olar ki, Quranda Allah deyir, hərə öz parçasına sevinir və qarşısındakını da düşmən görürlər, şeytan görürlər, cəhənnəmlik görürlər. Aslında bu bir dar düşüncəliliyin nəticəsidir. Yəni insan daha məsələlərə daha yüksəkdən baxmağı bacarsa, bu yolların hər biri əgər doğru istiqamətə aparırsa, İslam birləşdirici bir amil olmalıdır da, onun xeyri odur. Yəni İslam içərisində necə ki insanların müxtəlif şəkildə xarakterlər var, üslublar var, din içərisində də müxtəlif fərqli yollar ola bilər. Ancaq mahiyyətinə baxırıq, hər biri Allahın doğru yoluna aparırmı? O zaman aparırsa o zaman problem yoxdur. Yoxsa bizdə çox təəssüf ki, mövzudan da uzaqlaşırıq, iblis mövzusundan. Yəni öz yolunu özünə ilah edən insanlar çoxdur. Həzrət Peyğəmbər hədislərində buyurur ki, bütün insanların yanında onlarla məşğul olan şeytanlar var. Davamlı vəsvəsə verən şeytanlar var. Belə bir hadisə olur. Həzrət Peyğəmbər
Ramazan ayında məsciddə etiqafda ikən, orada zikirlə, ibadətlə məşğul olarkən həyat yoldaşı yanına gəlir və gecə olduğu üçün çıxır həyat yoldaşını evə doğru ötürməyə. Bu zaman gecənin qaranlığında 2 nəfər sahabə Həzrət Peyğəmbər görür və sürətlənməyə başlayır. Həzrət Peyğəmbər deyir ki, dayanın. Bu yanımdakı xanım mənim həyat yoldaşım Safiyyə bint Hüyeydir. Onlar da deyir ki, ya Rəsulullah, yəni narahat olma. Subhanallah deyir, narahat olma. Biz hər hansı bir pis fikir gəlməz ağlımıza. O Həzrət Peyğəmbər deyir ki, şeytan insanın bədənindəki qanın dolaşdığı kimi insanın bədənində dolaşır. Qorxdum ki, ağlınıza mənfi bir düşüncə gətirər. Yəni fikirləşərsiniz ki, Rəsulullah gecə vaxtı bir qadınla harasa gedirdi. Ona görə onlara izah etmək məcburiyyəti hiss edir ki, şeytan onları aldatmasın, ürəklərinə hər hansı bir vəsvəsə gətirib çıxarmasın. Və yaxud da yəni fərqli məqamlarda şeytan hər an insana fərqli tərəflərdən yaxınlaşaraq, yanaşaraq onların qəlbinə vəsvəsələr, pis düşüncələr sala bilərlər. İnsan buna qarşı diqqətli olmalı, hər zaman ayıq-sayıq olmalıdır. Benim mən bir məsələ barədə də istəyirəm soruşum. İslamda iblislə, şeytanla mübarizə üçün nə yollar buyurulur insana? İnsan nə etməlidir? Necə bir həyat tərzi sürməlidir ki, ona urcaq olmasın, belə deyək, şeytan? Bunun bir sığortası varmı? Əslində bu gözəl bir sualdır müəllim. Şeytanın dedik hilələri var. Bu hilələri bilsək əslində bir miqdar həmin hilələrdən qorunmuş olaraq. Bunlardan bir neçəsini bayaq ifadə etdik ki, şeytan fitnə fəsad çıxarmağa çalışır, insanların qəlbinə vəsvəsə verir. Və eyni zamanda şeytanın başqa bir xüsusiyyəti, daha maraqlı bir xüsusiyyəti gözəl göstərməyə çalışır. Günah olan şeyləri, haram olan şeyləri gözəl göstərməyə çalışır. Və ayətdə də ifadə olunur. Şeytan Allah Teala deyir ki, mən insanlara o haram olan şeyləri gözəl göstərəcəm. Və biz doğrudan da baxdığımız zaman haram şeylər insana çəkici gəlir, cəlbedici gəlir. Bəlkə də yəni o dediyimiz bayaq cəmiyyətdəki satanizmin rahat şəkildə simvollara köçməsi ondan yaranıb ki, bunun cazibəsi yaranıb. O da ola bilər və yaxud da insana hər hansı bir əxlaqsız hərəkət bəzən insana nəfsinə xoş gələ bilər ki, bu da şeytanın insana xoş göstərməsidir. Bir yəni belə reklam eləyir, şeytan reklam eləyir hər hansı bir şeyi. Bizim əslində zəif tərəflərimizi bilir. Çünki davamlı olaraq insanı müşahidə edir. İnsanın zəif tərəflərini bilir və onu nə vaxt, harda yaxalayacağını təcrübəsi ilə formalaşdıraraq bilir. Və insana halal şeylər durduğu halda, məsələn, insan ola bilər ki, əks cinsə qarşı zəifliyi var, bəli. Əks cinsə qarşı özünə halal olmayan əks cinsə qarşı daha çox istək yarana bilər ki, bu da şeytandandır. Həmin şeytan insana onu dəfələrlə gözəl göstərmə xüsusiyyəti var. Bu həmin ayətdə də mən bəzi şeyləri insanlara daha gözəl göstərəcəm, onları bəzəyəcəm, bəzəmək. Və yaxud da insanları qorxutmaq, insanları xeyir iş görməyə çalışan, Allah yolunda xeyirxah əməl işləməyə çalışan insanları kasıblıqla qorxudur. Eyni zamanda insanı malının azalacağı, ailəsinin ziyana uğrayacağı ilə qorxudaraq xeyirxah işlərdən, Allah yolunda çalışmaqdan çəkindirərək qorxutmağa çalışır. Və şeytan yenə Allah Teala deyir ki, mən insanların hamısını yolundan azdıracağam, sadəcə sənin ixlaslı qulların istisna. Demək ki, şeytanın hilələrini aldanmayan birinci qrup ixlaslı qrupdur. Yəni səmimi qrup, Allaha qarşı səmimi olan qrup. Özünü göstərməyə çalışan yox, yəni riya ilə məşğul olan yox, əməllərini başqalarını göstərməyə çalışan yox, sadəcə sırf Allah rızası üçün əməl edən və Allahın razılığını istəyən, Allaha qarşı səmimi olan qulları şeytan rahat şəkildə aldada bilməz. İkinci bir tərəf, şeytan insan üzərində hər hansı bir hökm sahibi deyil. Yəni şeytan insana məcbur edici bir xüsusiyyəti yoxdur. Sadəcə dəvət edə bilir. Sadəcə reklam edə bilir, dəvət edə bilir, müəyyən şeylər yaxşı göstərə bilir, davamlı vəsvəsə verərək insanı müəyyən tərəfə yönləndirə bilər, meyləndirə bilər. Ancaq məcbur edici bir gücü yoxdur. Və Allah Teala da Quran-ı Kərimdə buyurur ki, Estağfirullah, İnnə keydə şeytani kənə daifə. Həqiqətən şeytanın hilələri zəifdir. Yəni o səni məcbur əlindən tutub harasa aparmır. O sənə sadəcə reklam edir, göstərir, təşviq edir, çağırır və sən də həmin istiqamətə özün gedirsən. İradənin zəifliyindən və yaxud Allaha qarşı səmimiyyətsizlikdən belə deyə bilərik və yaxud da ixlasın tam olmamağından. Aha, o da maraqlı. Hansı şərtlərdə daha çox insan səhvlər edir?
Yəni nə baş verir ki, o tamamilə əliyalın qalır şeytanın çağırışları qarşısında? Həzrət Peyğəmbər bir hədisdə buyurur ki, insan Allahın zikrindən uzaq düşərsə, o zaman bir şeytan ona musallat olar, urcaq olar belə deyə bilərik və davamlı onunla məşğul olar və ona öz istəklərini daha rahat şəkildə həyata keçirdə bilər. Yəni insan Allahın zikrindən uzaq düşdüyü halda şeytan üçün çox rahat bir hədəf olur. Və Allahın zikri nədir? Allahın zikri Allahı daim xatırlamaq, ibadətlə məşğul olmaq, Quran-Kərim oxumaq, bunlar Allahın zikridir. Bu sadəcə məsələn mexaniki olaraq Allahı xatırlamaq adamı qoruyurmu bundan sizcə? Mexaniki olaraq xatırlamaq dediyimiz zaman bir çoxları belə də başa düşür. Bir Allahı qəlbimizdə hiss etmək, onu qəlbimizdə xatırlamaq, davamlı olaraq Allahın bizi... Məsələn, sayğaclar satırlar belə. Yəni ki, neçə dəfə dua elədi, ya təsbihlər var, o da saymaq üçün idi zaten. Düşünür ki, məsələn, bu qədər bunu eləsəm, bu sizin münasibətiniz nədir bu? Necə olmalıdır Allahı xatırlamaq? Allahı zikr etmək, Allahı xatırlamaq davamlı olan bir ibadətdir. Yəni hər zaman bir işə başlayarkən Bismillah demək, Allahın adı ilə başlamaq, evə girərkən, evdən çıxarkən, hər hansı paltar geyinərkən, hər hansı bir yeni bir işə başlayarkən, istənilən halda, məsələn, kitab oxuyarkən davamlı Allahı zikr etmək, Allahın adı ilə başlamaq başlı başına bir zikirdir. Bir də bəzi zikirlər var ki, bunlar sayladır. Həzrət Peyğəmbər bunları filan saylarda edin deyib. Bunda hikmətini bilmirik. Sadəcə tabe oluruq. Məsələn, namazdan sonra 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 33 dəfə Allahu Ekber deyin deyib. Həzrət Peyğəmbərdən hədislər var. Biz də o şəkildə, ona görə məsələn təsbihlə və ya başqa hər hansı bir ona görə ediblər ki, sayı qarışdırmayaq. Bunu yox 33 deyib 35 etsəm bəlkə daha xeyirlidir şəklində bir düşünmürük. Çünki hikməti var deyirik. Həzrət Peyğəmbər 33 dəfə buyurduğu üçün biz 33 dəfə etməyin bir hikməti var deyə o şəkildə etməyə çalışırıq. Ancaq sadəcə düşünmədən, avtomatik olaraq zikirlərimi etsəm hər şey yaxşı olacaq şəklində də bir düşüncə məncə yanlış olardı. Çünki zikir edərkən bunu hiss edərək ən gözəl zikir Allahın böyüklüyünü, Allahın hər daim bizə nəzarət etdiyini düşünərək zikr etməyimiz daha gözəldir. Bu hiss bizdə olduğu zaman biz şeytanın hilələrinə aldanmayacağıq. Çünki biləcəyik ki, Allah Taala davamlı olaraq bizə nəzarət edir. Şeytan güc sahibi deyil. Şeytan bir məxluqdur. Və biz də Allahın yaratdığı bir məxluquq və biz daha yüksək bir məxluquq. Əhsən-i təqvim. Allah Taala bizi yaradılmışların ən gözəli, ən üstünü şəklində yaradıb. Və biz daha gözəl olmaq, daha gözəl hərəkət etmə potensialındayıq. Bunu düşünərək, Allahı daim zikr edərək, şeytanın aldatmalarından, şeytanın hilələrindən özümüzü qoruya bilərik. Əməli salih insanlarla, xeyirli insanlarla yoldaşlıq etmək. Əgər tək qalsaq, o zaman şeytan üçün asan bir hədəf olarıq. Məsələn, belə bir atalar sözü var ki, sürüdən ayrılanı qurd qapar. Biz əgər salih insanların zümrəsindən, salih insanların, xeyirxah insanların, xeyirli insanların qrupundan ayrılsaq, tək başına qalsaq, o zaman şeytana uymağımız daha rahat olar və yaxud da şeytan üçün daha asan hədəf ola bilərik. Sözünüzə qüvvət, bu tək qalmaq məsələsi də indiki sivilizasiyada buna fərdiyyətçilik deyirlər. Fərdiyyətçilik elə bir miqyas alıb ki, insanlar arasında bir də bir dəyər var, karyerizm. Və bu karyerizmdə yetərli qədər insanlara təlqin edildi, həyatın mənasına dönüşdürüldü. Müasir adam fikirləşir ki, mən hər hansı bir karyeranın zirvəsinə çatmasam, demək ki, mənim həyatım uğursuzdur. Mənim qardaşımın, bacımın ya bir başqasının uğuru mənim uğurum deyil, mənim uğurum olmalıdır. Sizə elə gəlmir ki, bu da bir şeytanın məntiqidir ki, düşmüşük bu yola, hamı bizə düşmən görünür, hamı bizə rəqib görünür bu yolda. Hamını aradan qaldırmaq istəyirik şeytan kimi ki, o pozisiyaya o keçsə, mən keçə bilməyəcəm. Ona görə mən əslində onun uğruna sevinə də bilmərəm və bu parçalayır bizi, bu ayırır bizi. Bir ayrılıq fəlsəfəsi sahiblənib elə bir insanlara. O şeytandakı ən üstün mənəm düşüncəsi insana gəldiyi zaman, insan da eyni şəkildə o şeytanın yollarını, şeytan addımlarını təqib edir. Və insanın bu fərdiyyətçiliyə düşməsi və yaxud da karyerasını özünə əsas hədəf etməsinin başqa bir səbəbi həyatı sadəcə bu həyatdan ibarət zənn etməsidir. Elə bilir ki,
Uğurda Uğur varsa qazanmaq, uğur. Hə. uğur qazanmaq sadəcə görünən materialist şeylərdən ibarətdir. Bu bizim həqiqi dəyərimiz sahib olduqlarımızla ölçülür düşüncəsi var bəzi insanlarda. Və o insanlar insanın həqiqi dəyərini başa düşmürlər. Allah Quranda deyir ki, şeytanlardan ya cinlərdən gəlib bunu oxumaq, qulaq asmaq istəyənin darxasıca bir ulduz göndərilir ya bir daş atılır. Şeytanı daşlama şeyi də var, zaten ayini də var, rəmzi. Ki onlar bu təmiz mətnə toxunmurlar, toxuna bilmirlər və bu təmiz mətnin təkrar oxunması da adamı bir növ şeytandan qoruyan amillərdən birisidir yəqin ki. Bəli. Bunun haqqında Həzrət Peyğəmbər yenə biz ümmətinə tövsiyələr verir. Buyurur ki, əgər bir evdə Bəqərə surəsi oxunarsa, oraya şeytan yaxınlaşmaz. Və yaxud da əgər şeytanın sizə qarşı bir vəsvəsəsini hiss etdiyiniz zaman fəstəiz billah, Allaha sığın deyir. Yenə başqa hədislərində bu surələri oxuyun deyir. Fələq surəsi, Nas surəsi. Buna müavizəteyn də deyir, qoruyan surələr. Elə deyəcəydim məsələn. Fələq surəsində və Nas surəsində. Ən çox surəsində. insanlar göz dəyməsinlər, nə bilim cadudan qorunmaq üçün sizin fikrinizi də almaq istəyərdim. Nə etmək lazımdır və buna necə yanaşırsınız siz? Yəni bu Allahın kəlmələrin oxunmasında bir fayda var, bir rəhmət var. Və bunu vədə sığınırsan da. Bəli, Allahın vədinə sığınırıq və o həmin ayətlərdə də eyni zamanda başlı başına baxdığımız zaman Nas surəsində xüsusən davamlı olaraq bir şeytanın şərrindən sığınmaqdan söhbət gedir. De ki, mən aləmlərin Rəbbinə, insanların ilahına, insanların məlikinə, yəni Allaha sığınıram, şeytanın şərrindən, sinələrə vəsvəsə verən, onları hilə işlədib, aldadıb qaçan şeytanın şərrindən Allaha sığınıram. O şeytan ki, həm insanlardandır, həm də cinlərdəndir. O da çox maraqlı. Minəl cinnəti və nəs. Ən sonunda bu şəkildə. O şeytan ki, həm cinlərdən olur, həm də insanlardan olur. Və bu baxımdan davamlı olaraq bu surənin oxunmasında fayda var. İnsanı şeytanın hilələrinə qarşı qoruyan surələrdən biridir. Demək ki, Allaha nə qədər ki sığınır insan, o şeytan üçün əl çatmaz olur. Belə, bu nöqtədə də istəyərdim söhbətimizi yekunlaşdıraq. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. İzləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun, salamat qalın.